İbn Ömer radıyallahu anh demiştir: Ramazan ayında sadece oruç tutmak kifayet değil. Dilinizi, gözünüzü ve kulağınızı da haramdan koruyun. Oruclu iken yalnız mədənizi değil, bütün əzalarınızı tərbiyə edin. İbn Qayyim rahimehullah oruc haqqında belə demiştir: Oruc təqva sahiblərinin cilovu, mücahidlərin qalxanı, salihlərin və Allaha yaxın olan qulların bədən tərbiyəsidir. O digər bütün əməllərin içində aləmlərin Rəbbi üçün olan tək əməldir. Allah Resulü sallallahu aleyhi ve sellem belə demiştir: Oruc qalxandır. Qoy oruç tutan adam günah işlər görməsin və cahillik etməsin. Əgər kimsə onunla dalaşmaq istəsə və ya söysə, qoy 2 dəfə mən oruç tutmuşam desin. Canım əlində olan Allaha and olsun ki, oruç tutan adamın ağzından gələn qoxu uca Allahın yanında müşk qoxusundan daha gözəldir. Allah Subhanahu wa Taala buyurdu: O mənə görə öz yeməyindən, içməyindən, şəhvətindən imtina etmişdir. Orucu isə mənim üçündür. Mən oruç tutan adama ayrıca mükafat verəcəyəm. Yaxşı əməlin əvəzi 10 qat veriləcəkdir.